Bəzi adamlar həccə gedirlər, qaydandan sonra uşaqlarda da bir zəifi olur. Həcdən sonra? Həcdən sonra bəzi qardaşlar məsələsin gəlir. Bilmirəm axı, onların özündən soruşun da. Hə? Bəzi adamlar deyir ki, o ki, akılçıdan. Yox, qaydandan. Yəni zəifi Yox, həccin ona nə? Yəni, məsələn, belə götür da. Namaza vaxtına gəlməyir. Həcc ömürdə bir dəfə edilən ibadətdir. Həcc ömürdə bir dəfə edilən ibadətdir. Həccə etdi. Həcc oldu. Gündəlik namaz, Ramazan orucu, imkan var zəkat. Din özdə tək bu deyil axı. Yəni, ən böyük müsibət bilirsiniz nədir? Ən böyük müsibət odur ki, məsələn, o insan ki, ibadəti bunlardan ibarət görürsə, bu müsibətdir. Bu müsibətdir, vallahi. Bu bilsən, əgər sən ibadəti, namaz, oruz, zəkat, həcc, xüsusi şeylər, ayinlərdən ibarət görsən ibadəti, bu onda bilsən nə oldu? Cahil deyir, sən dinlə məşğulsan, din məşğuliyyətdir, yəni. Elə bil ki, sən 24 saatın, sutqanın neçə saatını başqa bir insansan. Sutqanın müəyyən günlərində dinlə məşğul olursan. Yox, bax, bu cahillər bunu niyə deyib? Çünki biz özümüz vermişik əllərinə bunu. Əgər sən ibadəti bu şeylərdən ibarət görsən, o da sənə deyəcək ki, sən dinlə məşğul olursan. Aydındır? Yaxşı, ibadət nədir və ya din nədir? Din insan həyat tərsi, qutardı. Ərkənli yaşından ölənəcən necə ki yaşayırsan, ha? Yəni, belə deyim də, mən özüm istəyən kimi yaşamıram. Mən Rəbbim istəyən kimi yaşayıram. O yaşadığım proqram var, həyat nizamı var, ha? Bu dindir. Və ibadət, ismun cəmi'un limə yuhibbuhullah və yərdahu minəl əqvali və ləfhal. Allahın söz və əməllərdən sevib razı qaldığı hər şey. Yəni, təsəvvürlə ki, müsəlman 24 sutka ibadətdə ola bilər. Və olmalıdır da. Məsələn, bu ibadət dindir. Düzdürmü? Əgər Allah subhanətələ bu söhbətdən razıdır və sevirsə, bu ibadətdir. İndi biz ibadət edirik. Sən gedirsən, məsələn, birinə ticarət edirsən. Girmirsən, tükən nəsə alış-veriş edirsən. Alış-verişində haqqı gözləyirsənsə, sən ibadət edirsən. O anda ibadətdəsən. Və İslamı dini yaşayırsan. Bu özü dəvətdir. Məsələn, yolla gedirsən, maşın sürürsən də, yaxşı da bir gür saqqalın var. Maşın sürürsən. Və görürsən ki, bir dənə qoca kişidir, yolu kəsmək istəyir, ya qadındır, yanında uşaq. Cahillər maşınlar basa-basa gedirlər, saxlayan yoxdur. Sən gələndə saxlayırsan, əlinə işarə edirsən ki, dayı, xala, bacı, əmi, keç. Bu da sənə təşəkkürlər keçir. Baxır ki, saqqallı yol verdi də, cahil mənə basırdı, vurub, dağıldırdı, mənə yol verdi. Sən onun yanında bir saqqalını pisləyəndə onun gözünü çıxaracaq. Deyir, sənə kimlər mənə basıb keçirdi, o mənə yol verdi. Sən o anda nə elədin? İslamı göstərdin. Bu ibadət elədin sən. İbadətdir. Və dəvət elədin. Allah razı olsun. Gözəl əxlaq.